Salam. Bugün sizin üçün çox aktual bir mövzuya toxunacağıq. Azərbaycanın Əmək Məcəlləsi. Bəli, salam. Həqiqətən də hər kəsi maraqlandıran bir sahədir. Əlimizdə məcəllənin özü, yəni konkret maddələr var. Məqsədimiz də, belə deyək, bu qanunlar içində sizin üçün ən vacib məqamları üzə çıxarmaqdır. Yəni işçi kimi ya da işə götürən kimi əsas hüquqlarınız, vəzifələriniz nələrdir, hansı qaydalar var, bunları aydınlaşdırmaq. Tam olaraq. Bu məcəllə əslində bir tarazlıqdır sanki. İşçinin hüquqları var, işə götürənin maraqları var. Və qanun da çalışır ki, bu tarazlığı qorusun, hər iki tərəfin mənafeyini təmin etsin. Gəlin elə başlayaq. Görək bu mənbələrdə sizin üçün ən diqqət çəkən, bəlkə də ilk bilinməli olan şey nədir? Məncə, ən vacib yeniliklərdən biri ilə başlamaq lazımdır. Bu, əmək müqavilələrinin elektron qeydiyyatıdır. Bu yeni sistem. Əvvəllər kağız idi əsas, elə deyil? Bəli. İndi isə demək olar ki, bütün müqavilələr istər yeni bağlansın, istər dəyişiklik edilsin ya da ləğv olunsun, mütləq elektron sistemdə qeydiyyata alınmalıdır. Yəni, o e-gov.az portalı vasitəsilə əmək müqaviləsi bildirişi deyilən bir şey var, deyəsən. Tamamilə doğrudur. Və ən əsası, əgər o bildiriş sistemdə qeydə alınmayıbsa, bir neçə istisnanı çıxmaq şərti ilə müqavilənin hüquqi qüvvəsi sayılmır. Bu çox ciddidir. Yəni, sistemdə yoxdursa rəsmi deyil deməkdir. Elədir. Bunun da əsas məqsədi, təbii ki, şəffaflıqdır. Həm də qeyri-rəsmi məşğulluğun qarşısını almaqdır. Aydındır. Sistem həm işçiyə, həm də dövlətə bir təminat verir ki, bu münasibət rəsmidir. Bəli, amma təbii bu həm də müəyyən rəqəmsal bacarıqlar tələb edir hər iki tərəfdən. Anladım. Yaxşı, tutaq ki, müqavilə bağlandı, sistemə daxil edildi və sonra sizin, yəni işçi kimi əsas hüquqlarınız nələrdir? Məcəllə nə deyir? Baxın, işçinin fundamental hüquqlarından biri sağlam və təhlükəsiz iş şəraitidir. Bu sadəcə arzu deyil, işə götürənin birbaşa vəzifəsidir. Yəni, iş yeri təhlükəsiz olmalıdır. Əlbəttə. Sonra, məcburi sosial sığorta, hər bir işçi sığortalanmalıdır. Bu, sizin gələcək təminatınızdır. Və təbii ki, əməyə görə vaxtında tam maaş almaq hüququ. Bəs vəzifələr? Yəni, işçi nə etməlidir? Ən əsas vəzifə əlbəttə müqavilədə yazılan işi, yəni əmək funksiyasını vicdanla görməkdir, intizama riayət etmək də vacibdir. İşə vaxtında gəlmək, getmək, qaydalara əməl etmək. Bəli, həmçinin iş yerindəki əmlaka ziyan vurmamaq, əgər varsa kommersiya və ya dövlət sirrini yaymamaq, bir növ qanşılıqlı öhdəliklərdir bunlar. Bəs işə götürən tərəf, onların da vəzifələri var dediniz. Təhlükəsizlikdən başqa? İşə götürənin çox mühüm bir vəzifəsi ayrı seçkiliyə yol verməməkdir. Nə işə götürəndə, nə maaşda, nə də vəzifədə irəli çəkəndə. Yəni, cinsinə, yaşına, milliyyətinə görə fərq qoymaq olmaz. Qətiyyən. Sonra, məsələn, 15 yaşı tamam olmamış uşaqları işə götürmək olmaz. Ümumiyyətlə, uşaqları təhlükəli işlərə cəlb etmək yol verilməzdir. Bu da çox vacibdir. Və əlbəttə, o elektron bildirişi vaxtında sistemə daxil etmək, maaşları qanuna uyğun, yəni çox vaxt nağdsız ödəmək, bunlar da işə götürənin öhdəliyidir. Yaxşı, gəldik biraz da həssas mövzuya, müqavilənin ləğvinə, yəni işdən çıxarılmaya. Bu necə olur? Qanun işçini necə qoruyur? Müqavilənin ləğvi üçün müxtəlif əsaslar var. Müddəti bitə bilər, tərəflər özləri razılaşa bilər. Ya da biri təşəbbüs göstərə bilər, ya işçi, ya işə götürən. Bəli, əgər işə götürən təşəbbüs göstərirsə, onda işçinin stajından asılı olaraq ona əvvəlcədən xəbərdarlıq etməlidir. Bu müddət 2 həftədən 9 həftəyə qədər dəyişə bilir. Yəni, qəfildən sabahdan işə gəlmə demək olmur? Vaxt verilməlidir. Qadınlar və ya 3 yaşına qədər uşağı olan analar. Onların müqaviləsini işə götürən öz təşəbbüsü ilə ləğv edə bilməz. Yalnız çox xüsusi hallarda, məsələn, müəssisə tamamilə bağlanırsa. Aydındır. Gənclər üçün də məhdudiyyətlər var idi deyəsən. 18 yaşına çatmayanları ağır, zərərli işlərə, gecə növbəsinə, iş vaxtından artıq işə cəlb etmək olmaz. Onları ezamiyyətə də göndərmək qadağandır. Başa düşdüm. Bəs gündəlik məsələlər, iş saatı, istirahət, məzuniyyət, qısaca bunlara da toxunaq. Normal iş həftəsi standart olaraq 40 saatdır. Hər iş günündən sonra azı 12 saat fasiləsiz istirahət olmalıdır. Nahar fasiləsi isə iş vaxtına daxil deyil. Məzuniyyət necə? Minimum nə qədərdir?
Əsas əmək məzuniyyəti minimum 21 təqvim günüdür. Amma bu, işdən, stajdan asılı olaraq 30, 42, hətta 56 günə qədər arta bilir. Və başqa məzuniyyət növləri də var yəqin. Sosial, təhsil. Bəli, uşağa qulluq üçün sosial məzuniyyət var. Qismən ödənişli, təhsil almaq üçün, yaradıcılıq üçün, hətta ödənişsiz məzuniyyət hüququ da var. Görünür məcəllə həqiqətən çox şeyi nəzərə alıb. Yaxşı, bəs bütün bu qaydalar pozulsa, bir narazılıq, mübahisə yaransa, onda nə olur? Mübahisələrin həlli üçün də mexanizmlər var. Əvvəlcə müəssisə daxilində barışdırıcı komissiya cəhd edir. Alınmasa, vasitəçi və ya əmək arbitrajı işə qoşula bilər. Ən son halda isə məhkəməyə müraciət olunur. Tətil hüququ necə? O da var. Bəli, tətil hüququ tanınır, amma bəzi həyatı vacib sahələrdə, məsələn, təhlükəsizlik, səhiyyə, kommunal xidmətlər kimi yerlərdə bu hüquq məhdudlaşdırıla bilər. Yəni, tətilə icazə verilməyə bilər. Aydındır. Qanunu pozan tərəf üçün məsuliyyət nədir? Pozuntunun ağırlığından asılı olaraq maddi, intizam, töhmət, işdən çıxarma, inzibati, cərimə və hətta cinayət məsuliyyəti nəzərdə tutulub. Deməli, ümumiləşdirsək, Azərbaycan Əmək Məcəlləsi iş həyatının, belə deyək, əsas yol xəritəsidir. Həm işçinin, həm də işə götürənin hərəkət qaydalarını müəyyən edir. Elədir. Elektronlaşma isə bu prosesə daha çox şəffaflıq və nəzarət gətirməyə çalışır. Bütün bunları dinlədikdən sonra, bəlkə də dinləyicilərimiz üçün əsas sual yaranır. Bu qədər qaydanın, təminatın olduğu bir yerdə, sizcə, işçi ilə işə götürən arasında o ideal balans necə qurulmalıdır? Maraqlı sualdır. Və ya başqa bir sual. Qanunun bu qədər detallı olması praktikada işləri asanlaşdırır, yoxsa bəzən əksinə çətinləşdirir? Ən vacibi isə siz öz hüquq və vəzifələrinizi bilməyin, gündəlik iş həyatınıza konkret necə müsbət təsir göstərə biləcəyini düşünürsünüzmü? Bu barədə düşünməyə dəyər.